Herkese salam, əziz 9-cu siniflər, kanalıma xoş gəlmisiniz. Bugün hərəkət oxşarlıq mövzusunun davamını izah edəcəm. 1-dən 46-ya qədər olan izah kanalımda mövcuddur. İndi isə 47-dən başlayaraq izah edəcəm. Deməli, gəlin 47-ci sualdan başlayaq. Deməli, A və B nöqtələri verilmişdir. C nöqtəsi AB parçasının orta nöqtəsidir. Əla. Əgər C orta nöqtədirsə, deməli, C-nin koordinatları x, y olsun. Onda C-nin x-i A və B-nin x-larının cəminin yarısı olacaq. Çünki orta nöqtədir. A-nın x-i 2-dir, B-nin x-i -12-dir. Bölünsün 2. Bu da olur -5. Deməli, C-nin x-i -5-dir. İndi y-ni tapıram. Y-i də eyni qaydada A və B-nin y-lərinin cəminin yarısı olmalıdır. Burada da -4 və 16-dır. Cəmi 12-dir, yarısı da 6-dır. Deməli, C-nin koordinatları -5, 6 nöqtəsidir. Bizə deyir ki, OY oxuna nəzərən simmetrik olan nöqtə. OY-ə nəzərən deyirsə, Y olduğu kimi saxlayıram. Y 6-dırsa 6 olaraq qalır. -5 yox, -5-in əksini götürəcəm. 5, 6 nöqtəsi C variantı. 48-ci sual. Deməli, bizə deyir ki, BDY bucağım ACB bucağı ilə kongruentdir. BDY alfadırsa, ACB də alfadır. Daha sonra AB'nin uzunluğu 11'dir, AD'nin 3, BC 12 cm-dir. BDY ilə ADYS-nin sahələrinin nisbətini istəyir. Dördbucaqlıya baxmıram hələ ki. Gəlin biz, deməli, üçbucaq BDY və üçbucaq ABC-yə baxaq. Mən buradakı B bucağına bir beta deyirəm. İndi fikir verin. Deməli, 2 dənə bucaq artıq məlumdur, düzdür. BDY üçbucağının bucaqları hansıdır? Baxın, B, deməli, BDY. Alfa, beta bucaqlarım var, düzdür. Alfa, beta. Eyni qaydada ABC üçbucağına baxın. ABC'nin də beta və alfa bucaqları var. Beta və alfa. Biz də bilirik ki, əgər 2 bucağı kongruentdirsə, bu 2 üçbucağımız deməli bizdə bir-birinə oxşardır. Yəni BDY üçbucağımız oxşardır ABC üçbucağına. Əgər üçbucaqlar bir-birinə oxşardırsa, uyğun tərəflərin nisbəti eyni olmalıdır. Uyğun tərəf deyəndə də, yəni eyni bucağın qarşısındakı tərəflər nəzərdə tutulur. Məsələn, baxıram birinci ABC-yə əsasən. ABC üçbucağında alfanın qarşısında hansı tərəfdir? AB tərəfi. Onda yazıram AB bölünsün. BDY üçbucağında BDY. Alfanın qarşısında BY tərəfidir. Yazıram BY. Bərabərdir. İndi ABC üçbucağında beta bucağının qarşısındakı tərəf AC tərəfidir. AC bölünsün. İndi isə kiçik üçbucağıma baxıram. BDY üçbucağında beta bucağının qarşısındakı tərəf DY tərəfidir. DY. Və eyni ilə digər üçüncü tərəflərin nisbətidir. ABC üçbucağında AB, AC, bir də qaldı biz BC tərəfini yazmaq. Daha sonra BDY üçbucağında BY-ni yazmışam, DY-ni yazmışam, bir dənə BD qalıb. Aha. İndi isə gəlin bax bu yazdığımız nisbətləri bir K-ya bərabər edək. K bizə nə idi? Oxşarlıq əmsalı. İndi baxaq görək bizə hansı tərəflərin uzunluğu məlumdur. BC 12-dir. 12 bölünsün. Daha sonra AD məlumdur. AD 3-dür. AB bərabərdir 11. Onda mən BD-ni tapa bilərəm də. 11-dən 3 çıxanda BD-də 8-dir. BC bölünsün BD. Bu da oldu 8. Bərabərdir K-ya, yəni oxşarlıq əmsalına. Bunu 4-ə ixtisar yaparsam, məxrəcdəki sürətdə 3. Deməli, K bərabərdir 3 bölünsün 2-yə. Oxşarlıq əmsalını tapdım. İndi məndən sahələr nisbəti istəyir. Onda oxşar üçbucaqların sahələrinin nisbəti K-nın kvadratı olur. Yəni, mən burada sürətdə ABC-yə əsasən yazdığım üçün yenə də ABC-nin sahəsi bölünsün. Deməli, BDY. BDY üçbucağının sahəsi bərabərdir 3 böl 2, yəni oxşarlıq əmsalı K-nın kvadratı olur. Deməli, bu da bərabər olacaq 9 böl 4-ə. Deməli, ABC üçbucağının
sahəsi 9S olsun. Deməli, BDY üçbucağının sahəsi də 4S olacaq. Yəni, bu nisbətdir. Mən yanına S yazdım ki, səliqəli görünsün. Bir 9S-dir, digər 4S-dir. İndi mənə deyir ki, BDY-nin sahəsinin SBDY bölünsün SADYS, düzdür? Dördbucaqlının sahəsini istəyir. DYS. Bax, bu nisbəti tap. BDY burada yazmışam. 4S-dir. 4S bölünsün. İndi mənə lazımdır, bax, bu dördbucaqlının sahəsi. Mən dördbucaqlının sahəsini tapmaq üçün ümumi ABC üçbucağından çıxıram yuxarıdakı BDY üçbucağını. 9S-dən çıxıram 4S-i. Bu da olur. 4S bölünsün 5S. S'lər də təbii ki, ixtisar gedir. 4 bölünsün 5. Y variantı. 49-cu suala baxırıq. Deyil ki, bizə BDY-nin ADYS-yə sahələr nisbətini tapın. Yenə eyni qaydadadır. Deməli, BDY bucağımız olsun 1 alfa. Həmçinin ACB-yə bərabərdir. Burada alfa olsun. İndi mən baxıram ki, burada B bucağı var, təpə bucağı. Buna bir beta deyirəm. İndi isə BDY və deməli ABC. Baxıram ki, yenə eyni qaydada bu iki üçbucaq bir-birinə oxşardır. Onda uyğun tərəflərin nisbəti bir-birinə bərabər olmalıdır. Baxıram birinci, gəlin bu səfər BDY-ni sürətə yazaq. BDY üçbucağına əsasən alfa bucağının qarşısındakı tərəf BY-dir. BY bölünsün. İndi ABC-yə baxıram. ABC üçbucağında alfanın qarşısındakı tərəf AB tərəfidir. AB bərabər olmalıdır. Beta bucaqlarına baxaq. BDY üçbucağında betanın qarşısı DY-dir. Yazıram. DY bölünsün. ABC üçbucağında betanın qarşısı AC tərəfidir. AC. Bu da bərabərdir. İndi baxıram. BDY-də mən BY tərəfini yazmışam. DY-ni yazmışam. Bir dənə BD tərəfim qalıb. BD bölünsün. ABC üçbucağında AB tərəfini yazmışam. AC-ni yazmışam. Bir dənə qalıb BC. Bu da bərabər olacaq. Oxşarlıq əmsalı K-ya. Deməli, indi gəlin yerinə qoyaq. Burada bizə verilib AB 10-dur, AD 4-dür. AB ümumi 10-dur. Onda BD 10 çıxılsın 4. BD 6-dır. Və BC verilib burada. BC. Bu da 15-dir. İndi gəlin burada baxaq, biz hansıları istifadə edə bilərik. Deməli, BD 6-dır. 6 bölünsün. BC. O da 15-dir. Bərabərdir K-ya. 3-ə ixtisar aparsam məxrəc 5, 6-nı 3-ə ixtisar aparanda 2. Deməli, oxşarlıq əmsalım 5-də 2-dir. İndi mənə sahələr nisbəti lazımdır. Baxıram, burada mən sürətə BDY-yə əsasən yazmışam. Onda yenə BDY-nin sahəsi bölünsün. ABC üçbucağının sahəsi bərabərdir K-nın kvadratı. Yəni, 5-də 2-nin kvadratı olacaq. Deməli, 4 bölünsün 25. Buradan BDY-nin sahəsi 4S olacaq. ABC-nin də sahəsi 25S olacaq. Eyni qaydada ADYC dördbucaqlının sahəsini tapmaq üçün də bütöv ABC üçbucağından çıxıram. Yuxarıdakı BDY üçbucağının ki, yerdə qalan dördbucaqlının sahəsi olsun. 25S-dən çıxıram 4S-i. Bu da olur. Deməli, 21S. Bu olub dördbucaqlının sahəsi. Mənə deyir ki, BDY-nin sahəsi, yəni BDY-nin sahəsi 4. 4S bölünsün. ADYS-nin sahəsi, yəni bunu tapmışam burada 21S-dir. Bu da bərabərdir. S-lər getdi. Cavabımız 21-dir. 4Y variantı. 50-ci sual. Trapesiyanın oturacaqları 20 cm və 30 cm-dir. Uzunluğu 35 cm olan diaqonalların kəsişmə nöqtəsi ilə bölündüyü hissələrin böyüyünün uzunluğunu tapın. Deməli, baxın, burada mən trapesiyanın şəklini əvvəlcədən çəkib göstərmişəm. Deməli, diaqonalın uzunluğu 35 cm-dir. Və diaqonalların kəsişmə nöqtəsində həmin bax bu 35 cm olan diaqonal parçalara bölünür, düzdür? Mən bilmirəm uzunluqlarını. Biri olsun x, digəri də avtomatik 35-x olacaq. Çünki 35-x və x-in cəmi bizə nə verir? Mənfi x-dən müsbət x gedir, 35 verir də.
Diagonalın uzunluğu 35'dir. Deməli, birinə x yazıram, digərinə 35 çıx x. Oturacaqlar da 20 və 30. İndi gəlin biz burada oxşarlığı tətbiq edək. Mən bilirəm ki, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Yəni, əgər bura alfadırsa, eyni qaydada qarşılıqlı bucaqdan aşağısı da alfadır. Mən bilirəm ki, istənilən trapeziyanın oturacaqları bir-birinə paraleldir. Və diagonal da həmin o paralel düz xəttlərin üçüncü düz xəttidir. Kəsişən üçüncü düz xəttdir. Yəni, əgər mən bura bir beta desəm, betanın daxil çarpazı hara olacaq? Bax, bura. Beta. Eyni qaydada bura bir qamma desəm, bu qammanın daxil çarpazı buradadır. Baxıram ki, bu iki əmələ gələn yuxarıdakı və bax, aşağıdakı bax, bu şişiklədiyim üç bucaqlar. Bütün bucaqlar alfa, beta, qamma. Alfa, beta, qamma. Deməli, iki üç bucağın bir-birinə oxşardır. İndi oxşarlığı tətbiq edirəm. Yəni, eyni bucaqların qarşısındakı uyğun tərəflərin nisbəti eyni olmalıdır. Alfanın qarşısındakı, yəni yuxarıdakını hələ ki deyirəm, alfanın qarşısındakı 20-dir. 20 bölünsün, aşağıdakı alfaya baxıram, qarşısı neçədir? 30. Bərabərdir. İndi betaya baxaq. Betanın qarşısı nədir? X. X bölünsün. Aşağıda betanın qarşısı 35 çıx x-dir. Üçüncü tərəfləri yazmağa ehtiyac yoxdur. Deməli, buradan ona ixtisar getdi. 3 deyək ki, çarpaz vuran zaman 2 vur 35 çıx x, 3 vurulsun x. Buradan da 70 bərabərdir 5x-a, x də bərabərdir 14-ə. Deməli, parçaların biri x-dir, yəni 14, digəri 35 çıx x, yəni 35 çıx 14, 21-dir. 21 və 14. Bizdən kiçiyi istəyir, yoxsa böyüyü? Böyüyünü istəyir. Böyüyü də 21-dir, yəni B variantı. İndi isə baxırıq 51-ci suala. Deməli, şəkil olaraq eyni şəkil olduğu üçün elə eyni trapezi üzərində izah edəcəm. Trapeziyanın oturacaqları 24 və 36-dır. Aha. Deyir ki, diagonalın uzunluğu 45-dir və diagonalların kəsişmə nöqtəsində parçalara ayrılıb, düzdür. Bilmirəm də parçaların uzunluğu. Biri olsun x, digəri də avtomatik ümumi uzunluq 45-dirsə, 45 çıx x olacaq. Daha sonra bizə deyir ki, kiçik parçanın uzunluğunu tap. Baxıram ki, yəni alfa, beta, qammadır. Yəni 3 bucağın oxşarlığı var. Alfanın qarşısı 24 bölünsün. Aşağıdakı alfanın qarşısı 36-dır. Bərabərdir. Yuxarıda betanın qarşısı x-dir. Aşağıda betanın qarşısı 45 çıx x-dir. Burada 12-yə ixtisar aparsam 3-də 2. Çarpazla vursam 3 vur x, yəni 3x bərabərdir. 2 vurulsun 45 çıx x. Buradan 90 bərabərdir, deməli 5x-a. X da bərabər 18-ə. Parçalarımız 18 və 45 çıx 18, yəni 27-dir. Bizdən kiçiyini istəyir, yəni B variantı 18. 52-ci sual. Oxşarlıq əmsalı 2 olan iki oxşar üçbucaqlıdan birinin perimetri 12, digər çoxbucaqlının perimetrinin ala biləcəyi qiymətlərin cəmi. Burada iki hal var. Birinci hala baxaq. Oxşarlıq əmsalım 2-dir. Mən də bilirəm ki, oxşarlıq əmsalı perimetrlərin nisbətinə bərabərdir. Düzdür. Deyir ki, birinin perimetri 12-dir. Gəlin mən P1-i 12 olaraq götürüm. Onda 12 bölünsün. İkincinin perimetri bərabərdir 2-yə. Buradan ikincinin perimetri oldu 6. Bu mənim birinci halımdır. İkinci halda isə yenə K2-dir. P1 böl P2-dir. Mənə deyir ki, birinin perimetri 12-dir. Mən P2-ni 12 olaraq götürürəm. Bu zaman P1 bölünsün 12 bərabərdir 2. P1 də olur 24. Düzdür? Bu da belə. İndi baxıram ki, mənə deyir ki, digərinin ala biləcəyi qiymətlərin cəmi. Bir dəfə 6 alındı, bir dəfə də 24. 6 və 24-ün cəmi. Mümkün qiymətlərin cəmi də oldu 30. 53-cü suala baxırıq. Deyir ki, oxşarlıq əmsalı 2 olan iki oxşar çoxbucaqlıdan birinin perimetri 16-dır, digərinin ala biləcəyi qiymətlərin cəmi. K bərabərdir perimetrlərin nisbətinə. İndi K bizdə 2-dir. Və birinin perimetri məlumdur 16-dır. Birinci halda deməli 2 bərabərdir. P1-i mən 16 kimi götürürəm. P2-ni də bilmirəm. Buradan da P2-ni tapıram 8-dir.
İkinci halda isə K bərabərdir, yəni 2 bərabərdir. 16-nı məxrəcə yazıram, yəni P2-ni 16 kimi götürürəm. Buradan da digərini, yəni P1 tapsam, bu da olur 32. Deməli, mümkün qiymətlər 32 və 8-dir, cəmi də 40-dır. 54-cü sual. Oxşarlıq əmsalı 2 olan iki oxşar üçbucaqdan birinin sahəsi 8 olarsa, digər üçbucağın sahəsinin ala biləcəyi qiymətlərin cəmini tap. Deməli, oxşarlıq əmsalı K sahələrin nisbəti ilə necə idi? Kvadrat 2 idi. Düzdür? Yəni K'nın kvadratı sahələrin nisbətini verirdi. Deməli, oxşarlıq əmsalım 2-dir. Onda 2-nin kvadratı bərabərdir sahələrin nisbəti. Birinin sahəsi 8-dir. Bir dəfə birincinin sahəsini 8 götürürəm. İkincinin sahəsini buradan tapıram. 8 bölünsün 4, yəni 2. Bu birinci hal üçündür. 1. İkinci halda 2'nin kvadratı bərabərdir. Bu dəfə də 8'i məxrəcə yazıram. Burada olsun S1. Buradan da S1 tapıram. 2'nin kvadratı 4 vurulsun 8. Bu da 32'dir. Mümkün qiymətlərin cəmi də 34 olacaq. 55-ci sual. Oxşarlıq əmsalı 2 olan iki oxşar üçbucaqdan birinin sahəsi 16 olarsa, digərinin ala biləcəyi qiymətlərin cəmi. Yenə deməli, K'nın kvadratı sahələrin nisbətidir. K 2'dir, yəni 2'nin kvadratı bərabər. Bu birinci hal olsun. Deməli, birinin sahəsi 16'dır, yazıram. 16 böl, ikinciyə x yazıram. Yəni bu səfər S2 yazmıram, elə x yazıram. Buradan x'i tapsam, bu da olur 4. Yəni S2 də yaza bilərsiniz. Fərqi yoxdur. Bu səfər də x yazın. Deməli, 2'nin kvadratı bərabərdir. Bu dəfə də 16'nı məxrəcə yazıram. Buradan da x bərabər 64. İkisinin cəmi bu da olacaq 68. Yəni mümkün qiymətlərin cəmi 68 olacaq. 56-cı sual. ABC üçbucağında YF AC'yə paralel olarsa, AYFC trapeziyasının orta xəttini tapın. Deməli, trapeziya varsa, trapeziyadan mən bilirəm ki, bir dəqiqə, burada qələmi götürməmişəm mən. Trapeziyanın oturacaqları bir-birini paraleldir. Onda bura bir alfa bucağı olsa, YF və AC bir-birinə paraleldir. Hətta özü də şərtli deyir, baxın. Paraleldirsə, buradakı AB və BC paralel düz xəttlərin üçüncü kəsənidir. Bu cür fikirləşin, həndəsənin əsas anlayışlarından. Onda AC düz xətti üzərində olan alfanın YF düz xətti üzərində uyğun bucağı har olacaq. Bax, bu BYF bucağı olacaq. Onda burada alfadır, uyğun bucaqdır. Eyni qaydada bura bir beta olsa, betanın da uyğun bucağı, bax, bu YFB'dədir. Beta. Və eyni qaydada burada olsun bir dənə, tutaq ki, qamma bucağı. İndi baxıram mən ABC üçbucağına, bir də üçbucaq YBF üçbucağına. Baxıram ki, bu üçbucaqların üçbucağı da bir-birinə bərabərdir. Çünki ABC'nin bucaqları alfadır, betadır, bir də təpə bucağımız var, qammadır. Eyni qaydada YBF'in də bucaqları yenə alfadır, betadır, qammadır. İndi burada mən uyğun tərəflərin nisbətini yazacağam. Uyğun tərəflərin nisbəti necə yazırdıq? Eyni bucaqların qarşısındakı tərəflərin nisbəti. Birinci sürət hansını yazaq? Gəlin kiçik bucağı götürək. BYF-i sürətdə yazaq. Məsələn, BYF bucağında deməli alfanın qarşısı. BYF-də alfanın qarşısı BF-dir. Yazaq. BF bölünsün. ABC bucağında alfanın qarşısı BC tərəfidir. Yazıram BC-yə nisbəti. Bərabərdir. İndi beta'ya keçək. Deməli, kiçik bucağımda beta'nın qarşısı BY'dir. O da 3'dür. Yazıram 3. Bölünsün. Gəlirəm ABC bucağına. Beta'nın qarşısı 9 və 3'ün cəmidir. Yəni 12. Deməli, bu da bərabərdir. Ən sonuncu bucağımız qamma. BYF'də qammanın qarşısı YF'dir. O da 4'dür. 4 bölünsün. ABC'də qammanın qarşısı AC oturacağımdır. Burada yazıram AC. Mən burada elə baxın, son 2 nisbətimdən çarpaz vursam 3AC bərabərdir. 4 vurulsun 12.
Buradan da AC bərabərdir 3 və 12 ixtisar gedir. 4 vur 4 16. AC-ni tapdım 16. Trapesiyanın artıq məndə oturacaqları məlumdur. 4 və 16. Orta xəttdə nədir? Oturacaqların cəminin yarısı. Bu da olacaq 10. 57-ci sual yenə eyni qaydadadır. Deməli, burada da eyni qaydada oxşar bucaqlar var. Deməli, necə yazaq nisbətimizi? Artıq yenə uzun-uzun yazmayacağım bucaqları. Artıq bucaqları eynidir. 56 ilə bildiniz. Eyni bucaqlar əmələ gəlir. Nisbətlərini yazaq. Deməli, BYF-də baxıram ki, burada F-in qarşısında nədir? 4. 4 bölünsün. Bura tutaq bir alfa idi. İndi aşağıda C alfadır. C'nin qarşısında 4 və 8-in cəmidir, yəni 12. Bərabərdir. B bucağının qarşısı burada 6'dır. 6 bölünsün. ABC'də isə B'nin qarşısı AC oturacağıdır. Bunlar ixtisar gedəndə 3'də 1 verir. AC də 3 vurulsun 6, yəni 18'dir. Oturacağım 18'dir. Artıq deməli trapesiyanın oturacaqları mənə məlumdur. Orta xəttdə 6 və 18'in cəminin yarısı. Bu da 12'yə bərabərdir. 58-ci suala baxırıq. Deyək ki, ABC 3 bucağında MN AC-yə paraleldir. Paralellik varsa, deməli mən burada artıq oxşarlığı tapa bilərəm. MN-in uzunluğunu istəyir. Belə baxıram, yenə bucaqlarımız eyni olacaq. Amma gəlin bunu yazaq. Biraz yaxınlaşdıraq görək, alınları yaxınlaşdırmaq. Aha, əla, yaxınlaşdırdım. Deməli, bizə nədir? MN və AC paraleldir, düzdür. Onda mən tutaq ki, bu M bucağım olsun bir alfa. Eyni qaydada A bucağımda alfa olacaq. Çünki bunlar uyğundur. Çünki MN və AC paraleldirsə, AB də burada bir kəsəndir. Alfa uyğun bucaqlar yaranır. Eyni qaydada. C təpəsi bir beta olsa, burada N təpəsi, yəni N bucağı da bir beta olacaq. Uyğun bucaqdır. Və deməli, mən burada B təpəsinə, B bucağına bir qamma deyə bilərəm. Burada olsun bir qamma. İndi baxıram ki, burada 3 bucaq, deməli, ABC və 3 bucaq MBN. MBN. Bir-birinə oxşardır. Çünki 3 bucaq da bir-birinə bərabərdir. İndi nisbətlərini götürəcəyik. Deməli, burada bizə verilən AC-dir, CN-dir, CN və BN. Onda alfanın qarşısına baxaq. Deməli, yuxarıdakı MBN üst bucağında alfanın qarşısı nədir? BN. Düzdür. Yazıram. 12 bölünsün. Aşağıda alfanın qarşısı BC'dir. BC də bizə verilib burada. BC yoxdur, amma tapa bilərəm. BN 12'dir. NC də 18'dir. Onda BC nədir? 12 və 18'in cəmi. Yəni 30. Bunu niyə bu tərəfdə yazdım mən biləyim? 30. Bu da olacaq, deməli, bərabərdir. Məndən istəyir MN, düzdür. MN burada hansı bucağın qarşısındadır? Qammanın. MN-ə bir dənə. Elə MN yazıq, X yazmayıq. MN bölünsün. ABC'də qammanın qarşısı da AC tərəfidir. AC-nin də uzunluğu məlumdur. Özü verib 40'dır. Deməli, bunu bir dənə yazım 40. İndi mən burada ixtisarlarıma baxsam, hər tərəf ona vuranda sıfırlar gedəcək. 30 və 40'daki sıfırlar gedir. Qaldı burada 12 bölünsün 3. 3'ə ixtisar gedir 4. MN də bərabərdir. 4 vurulsun 4, yəni 16. İndi 59-cu sual yenə eyni qaydadadır. Oxşarlıq var burada. Bucaqlarının, deməli, uyğun bucaqların qarşısındakı tərəflərin nisbətlərini götürəcəyik. Bizə verilib burada MN, deməli, MN 10'dur. AC 15'dir. Daha sonra BC verilib ki 18'dir. Bunu da belə yazaq. 18. BN istəyir. BN olsun X. BN burada M bucağının qarşısında, düzdür. Deməli, bucaq M-lə bucaq A-ya baxaq. M-in qarşısı X-dır. BN, yəni X bölünsün. Aşağıda A bucağı M-in uyğun bucağıdır. Bucaq A-nın qarşısında BC tərəfidir. O da 18'dir. Bərabərdir. Daha sonra bizə verilib 10 və 15, düzdür. MN və AC verib. MN burada B bucağının qarşısıdır. Yəni təpə bucağının qarşısı 10, yəni MN 10
bölünsün. ABC üçbucağında təpə nöqtəsi, yəni B'nin qarşısı nədir? 15. Bu da olacaq 15. 5'ə ixtisar gedəndə sürətdə 2, məxrəcdə 3. 3x çarpaz vururam, 18 vurulsun 2'dir. Buradan da x bərabərdir. Olacaq 12. Bizdən də B-ni istəyir. O da 12'dir. 60-cı suala baxırıq. Yenə YF AC paraleldir deyirsə, burada deməli uyğun bucaqlar var. A bucağı olsun bir alfa, Y də onda alfadır. Çünki uyğun bucaqlardır. Və yaxud C bucağı bir betadırsa, F də bir beta olacaq. Və burada təpə bucağımda qamma olsun. Baxıram ki, YBF və ABC bir-biri ilə oxşar bucaqlardır. Məndən BF istəyir. BF olsun 1x. BF hansı bucağın qarşısındadır? Alfanın. Deməli, x-i bölürəm. ABC üst bucağında alfa bucağının qarşısı nədir? Ümumi BC tərəfim düzdür. BC tərəfim bizdə neçədir? X və 2'nin cəmi düzdür. Yazıram. X üstə gəl 2. Bərabər olacaq. Başqa hansı tərəflər veribdir? Oturacaqlar var burada. Deməli, B bucağının qarşısı 4'dür. 4 bölünsün. ABC deməli 3 bucağında isə 8'dir. Yazıram 8. Buradan 2'də 1 düzdür. Buradan da 2x bərabərdir. X üstə gəl 2. X də bərabərdir 2. Deməli, bu misalın həlli oxşarlıqla bu şəkildədir. İndi gəlin sizə daha sadəsini deyim. Yəni, oxşarlıqla düzgün bir şəkildə almaq mümkündür. Hətta əsas yolda budur. Sadəcə biraz daha məntiqlə, yəni cığallıqla necə yazmaq olar? Fikir verin. YF AC paraleldir və YF 4'dür, AC 8. Fikir verin. Elə bil ki, bu üçbucağın orta xəttidir, düzdür? Hətta elə bil ki, yox, hətta elədir, yəni orta xətti. Niyə? Çünki oturacağın yarısıdır. Orta xəttin xüsusiyyəti nə idi? Tərəflərin orta nöqtəsini birləşdirirdi. Yəni, əgər FC 2-dirsə, avtomatik elə x-də 2 olur. 61-ci suala baxırıq. Deyir ki, ABCD trapesiyasında BAC və CDA bir-birinə bərabərdir. Deməli, bura bir alfa olsun, onda burada alfadır. Daha sonra deyir ki, AD 16'dır. 16. AC 12'dir. CD 8'dir. Bizdən AB-ni istəyir. AB də olsun x. Yenə baxıram ki, trapesiya varsa, trapesiyanın oturacaqları bir-birinə paraleldir. Yəni, BC paraleldə AD-yə. Paralellik varsa, orada daxil çarpaz bucaqlar var. Yəni, bura bir betadırsa, avtomatik C bucağında betadır. Çünki daxil çarpazlar. Baxıram ki, burada ABC üçbucağına, bir də baxıram ACD üçbucağına. Bu iki üçbucağın əgər iki bucağı eynidirsə, üçüncü bucaq da avtomatik eyni olacaq və yəni üç bucaq da eyni olduğu üçün bir-birinə oxşardılar. Yəni bunlara bir qamma yazmaq olar. Bura qammadırsa avtomatik burada qamma olacaq. Çünki üçünün cəmi 180 verir axı. İki üç bucağımız oxşardı. İndi bu niyə belə oldu? Oxşar olduqları üçün oxşar olduqları üçün mən deməli oxşarlıq əmsalı ilə, yəni nisbətlərlə yazacağam. Baxıram burada hansılara. Mənə AB lazımdır. AB burada hansı tərəfin, hansı bucağın qarşısındadır? Beta bucağının qarşısındadır. Beta'nın qarşısı AB'dir. X bölünsün. Bir də baxaq görə biz X-i yazdıq. ABC. Deməli, sürəti ABC-ni yazmışıq. Bunu bir dənə qeyd eləyək. Sürətdə olan ABC-dir. X bölünsün. İndi ACD. ACD üçbucağında beta'nın qarşısı. Beta buradadır. Beta'nın qarşısı da 8. Yazıram. X böl 8. Bərabərdir. İndi ABC üçbucağında baxaq məsələn, deməli, mən beta'ya baxdım. İndi qammaya baxıram. Niyə görə qammaya baxıram? Çünki qammanın qarşısı AC-dir. AC-nin də uzunluğu mənə məlumdur. Deməli, qammanın qarşısı AC-dir, yəni 12. Bölünsün. ACD üçbucağında qammanın qarşısı 16'dır. Bərabərdir. Buradan ixtisarlarımı aparsam, 4'ə bölsəm 3, 4'ə bölsəm 4. Çarpaz da vuranda 4x 8 vurulsun üstü. 4'ə hər tərəfi böləndə x da 2 vur 3, yəni 6'dır. AB-ni istəyir, AB də 6'dır. 62-ci suala baxırıq. Deyək, x və y-in cəmi 15 olarsa, fərqinin modulunu tapın.
Baxıram ki, burada verilmiş 2 üçbucağın 3 bucağı da eynidir. Yəni bucaqların eyni olduğunu bu səfər xəttlərlə göstərir. Bunlar da kongruentlik deməkdir. Yəni 3 bucaq da kongruentdirsə, 2 üçbucaq bir-birinə oxşardır. Kongruent deyil, oxşardır. Bucaqları kongruentdir özləri, amma oxşardır. Deməli, oxşarlığı tətbiq edəcəm. Məsələn, burada baxıram ki, mənim karandaşıma A bucağının qarşısı 4 yazıram. 4 bölünsün. A'da içində nə xətt var? 1 xətt. Gəlirəm 3 bucaqda 1 xətt olan M'dir. M'in qarşısı nədir? Y. Y bərabərdir. Gəlirəm məsələn beta'ya. Beta'da 2 xətt var. Beta deyirəm, B bucağı. B'nin qarşısı X'dir. X bölünsün. İkinci üç bucaqda B'yə uyğun M bucağıdır. N'in qarşısı 9'dur. Bərabərdir. Və nəhayət üçüncüsü onsuz da tərəflər onsuz da verməyib. Heç yazmasam da olar. Lazım deyil. Mənə X'dən Y lazımdır. Buradan çarpaz vursam, X və Y-in hasili 36'dır. Düzdür. Və mənə bunların cəmini də veribdir. Sistemi alıram. X və Y-in cəmi 15'dir. İndi məndən fərqin modulunu istəyir. Burada bir neçə üsul var. Birinci elə hazır düsturdan yolu var. Birinci bunu deyəcəm. Düstur sevməyənlər üçün də başqa cür yazmağı göstərəcəm. Birinci, bizim müxtəsər vurma düsturlarında köməkçi düsturlarımız var idi. Məsələn, belə idi. X üstəgəl Y-in kvadratı, X çıx Y-in kvadratı, üstəgəlinsin 4xy idi. Bu köməkçi müxtəsər vurma düsturuydu. Deməli, mən buradan getirib yerinə qoysam, X və Y-in cəmi 15'dir. Deməli, 15'in kvadratı bərabərdir. Fərq bilmirəm nədir və belə yazım da buradan. X çıx Y-in mötərizədə kvadratı həmçinin onların modulda fərqinin də kvadratına bərabərdir. Çünki fərqin kvadratı qüvvətim nədir? Dərəcəm cüt. Zaten mənə bu içərisi mənfi də olsa nəticədə qüvvət cüt olduğu üçün müsbət verəcək. Modulun içi müsbətdir, müsbətin kvadratı yenə müsbətdir. Yəni nəticə dəyişməyəcək. Ona görə X çıx Y-in kvadratına bizə şərtdə modul veribdir də. Mən bunu modulda X çıx Y-in kvadratı kimi yaza bilərəm. Modulda X çıx Y və yaxud da ki modulda Y çıx X. Bunların hər ikisinin də qiyməti nəticədə eyni olacaq. Hər ikisi də müsbət verəcək. Yəni bu iki ifadə də bir-birinə bərabərdir. Üstə gəlsin 4 vurulsun X vur Y. X, Y hasilində tapmışam özüm 36'dır. Buradan X çıx Y-in kvadratı modul olarak bərabərdir. 225 çıxılsın 4 vur 36'dan 144 olacaq. 144. Buradan da X çıx Y-in kvadratı bərabərdir 81'e. Deməli, modul olarak X çıx Y neçəymiş? 9. Mənfi 9'u götürmürəm, çünki modul mənfi ola bilməz. Cavabımız elə 9 olacaq. Deməli, demişdim burada digər üsul da deyəcəm. Əslində bu üsul da düstura gəlir, amma köməkçi düstura yox, elə əsas düstura gəlir. Çünki əsas düsturu hamı bilməlidir, yəni bunu bilməmək mümkün deyil. Hamı bilməlidir. Amma köməkçi düsturları bəzən uşaqlar unudur, yadında qalmır. Mən yuxarıda birinci üsulda köməkçi düsturla yazmışam. İndi əsas düsturdan yazsaq necə yazarıq? Deməli, bizə verilibdir cəm, bir də hasil, düzdür. X üstəgəl Y-in kvadratı müxtəsər vurma düsturudur, biz bunu bilirik onsuz da. X kvadratı üstəgəl 2xy üstəgəl Y kvadratı, düzdür. Bunu biraz aşağıda yazım. Deməli, X və Y-in cəmi 15'dir. Onda 15'in kvadratı X kvadratı üstəgəl Y kvadratı üstəgəl 2 vurulsun XY hasilində 36'dır. Buradan kvadratlar cəmi bərabərdir. İndi aşağıdan yazaq. 225 çıxılsın 2 vur 36, yəni 72. Buradan da deməli 3 və 5, 153 bərabərdir kvadratlar cəmini. Bunu tapıram. Dairəyə aldım. İndi mənə fərqin modulu lazımdır, düzdür. Deməli, fərqin modulu. Mən bunu yüksəldirəm kvadrata. Bu zaman nə alınır? X kvadrat üstəgəl Y kvadrat çıx 2xy. Kvadratlar cəmini bilirəm 153. Çıxılsın 2 vurulsun hasilim də 36 idi. Bu da bərabərdir 153 çıx 72, yəni 81. X çıx Y-in
modulunun kvadratı 81'dir. Buradan da yine fərqin modulu olacaq 9. Yəni hər iki üsul da doğrudur. Birinci üsul daha tez tapılır, yəni çömərç düsturundan. Amma çömərç düsturunun özü də ikinci üsuldan alınıb, yəni ikinci üsul doğrudur. Hansı sizə rahatdırsa o şəkildə yaza bilərsiniz. Növbəti sualımız 63 olmalı idi. 63 də eyni qaydadadır. Bunları silim mən. 63-cü sual yenə eyni qaydada verilən üçbucaqların əgər üçbucağı da, yəni hər bir bucağı kongruentdirsə, bu iki üçbucaq bir-biri ilə oxşardır. İndi mən burada oxşarlığı tətbiq eləsəm, deməli A-nın qarşısı 3-dür. 3 bölünsün. Burada A-ya uyğun M-dir. M-in qarşısı Y-dir. Y bərabərdir. Daha sonra burada X B-nin qarşısındadır. X bölünsün. B-yə uyğun N-dir. N-in də qarşısı 8-dir. Buradan çarpaz vuran zaman X, Y hasilim 24 alınır. Və mənə cəmdə verilibdir. X və Y-in cəmi də 14-dür. Buradan seçib yoxlamaqla ədədlər görmək olur. Elə 2 vurulsun 12, cəmi də 14-dür. 12 ilə də 2-nin fərqinin modulu 10 olacaq. Bu seçib yoxlamaqla və yaxud da viyyətlə ədədlər tapmaq olur. Deməli, amma və yaxud da ki, normal bayaq kimi düsturla yaza bilərəm. X üstə gəl. Y-in kvadratı bərabərdir. Fərqin kvadratı, fərqin modulunun da kvadratı yaza bilərəm. Eyni şeydir. Üstə gəlsin 4 vurulsun X, Y. Gətirirəm, qoyuram yerinə. 14-ün kvadratı X çıx Y-in deməli modulunun kvadratı. Üstə gəl 4 vur 24. Buradan 196 bərabərdir. Deməli, fərqin modulunun kvadratı üstə gəl. 4 24-ə vuranda 80 16 96. Buradan da fərqin modulunun kvadratı 196 çıx 96, yəni 100. Onda fərqin özü də kök altında 100-dən 10 çıxır. Cavabımız 10. 64-cü sual ABC və A1 B1 C1 oxşar üçbucaqlardır. AM A1 M1 isə uyğun medianlardır. Yadınızda saxlayın, medianların, təbölənlərin, hündürlüklərin nisbətləri də eyni qaydada tərəflərin nisbətlərinə bərabərdir. Yəni oxşarlıq əmsalı K-ya bərabər olur. Daha sonra bizə nə deyir? AM, AB, BC, B1, C1 verilibdir. A1, B1, M1 üçbucağının perimetrini istəyir. Aha, olsun, tapa bilərəm. Deməli, uyğun tərəflərin nisbətlərini yazaq. Deməli, K bərabərdir. Uyğun tərəflərin nisbətləri. Bizə verilib, məsələn, burada AM. Düzdür. AM bölünsün. Onda eyni qaydada A1 M-ə bərabərdir. Düzdür. Bərabərdir M1-ə. Digərində indekslərdə 1 var idi. Bərabərdir. Deməli, AM-i yazdım. A1 M1-i yazdım. AB var burada. AB 9 bölünsün. Onda A1 B1 olmalıdır məndə. A1 B1 amma verməyib bizə. Olsun, yaxşı. A1 B1 verməyib yazaq. A1 B1 bərabərdir. Daha sonra BC-ni verib. BC 12-dir. B1 C1 isə məlumdur. Bu da 48-dir. Burada ixtisar 7 oldu. 4də 1. K neçəymiş? 4də 1. İndi mən buradan 9 bölünsün A1 B1 bərabər 4də 1 çarpaz vursam A1 B1-i tapa bilərəm. A1 B1 36-dır. Mənə deyir ki, perimetr tap düzdür. A1 B1 M1-in perimetrində A1 B1 üstə gəl. B1 M1 üstə gəl. A1 M1 mənə lazımdır. Buradan A1 B1 tapdım 36 üstə gəl. B1 M1-i və A1 M1-i tapmalıyam. AM-in uzunluğu məlumdur. Baxın. AM 7-dir. 7 bölünsün. A1 M1 bərabərdir oxşarlıq əmsalına, yəni 4də 1-ə. Buradan A1 M1 olacaq 28. A1 M1 də 28-dir. Bir dənə qaldı B1 M1 tapmaq. İndi üçbucağın şəklinə fikir verin uşaqlar. Mənə deyir ki, A1 M1 mediandır. Median neyinir? Tərəfi yarı bölür. Və A təpəsindən çəkilən median B1 C1-ə çəkilib. B1 C1 ümumi 48-dir. Onda yarı bölünəndə 24, 24 kimi bölünür. Buradan mən B1 M1-də tapdım ki, 24 gətirirəm, qoyuram yerinə. Bərabərdir. 36 və 24 mənə 60 verir. 28 ilə toplayanda 88. 5-ci suala gəlirəm. YF və AC paraleldir.
İfadenin qiymətini tapın. Paralellik varsa burada nə var? Oxşar bucaqlar var, düzdür? Deməli, uyğun bucaqların qarşısındakı tərəflərin nisbətləri. A bucağı olsun alfa, onda Y də uyğun bucaqdır alfa-da. C bucağım olsun beta, onda eyni ilə F də bir beta olacaq. Burada olsun təpə bucağıdır bir qamma. İndi alfanın qarşısı. Amma burada alfanın qarşısı lazım deyil. Mənə işarələnən tərəflər CD, AB lazımdır. Məsələn, A burada nəyin qarşısındadır? Beta bucağının, düzdür? A bölünsün. Beta'nın qarşısında olduğu üçün ABC 3 bucağında beta'nın qarşısına gəlirəm baxmağa ki, beta'nın qarşısı AB'dir. AB də A və B'nin cəminə bərabərdir. A üstə gəl B yazıram. Bərabər olsun. Başqa bizə verilir burada C tərəfi. C nəyin qarşısındadır? Qammanın. C bölünsün. Qammanın ABC'də qarşılığı nədir? D'dir. Bu da oldu D. İndi mən bu ifadəni sadələşdirə bilərəm. Buradan göstərirəm. Deməli, çarpaz vurursam nə alınar burada? A vurulsun D. Bərabərdir. A üstə gəl B vurulsun C. Eyni qaydada burada ortaq məxrəci gətirsəm 2C və A ortaq məxrəc nədir? A vur C. 2 vurulsun C vurulsun A. Burada A'ya vurdum. Burada da C'ye vurdum. 3D vurulsun A, yəni 3AD çıxılsın, 3B vurulsun C, 3BC. Üstə gəlinsin 4. Buradan 3'ü vuru kimi çıxartsam, AD çıxılsın BC, bölünsün, 2 vurulsun AC. Üstə gəlinsin 4, bərabərdir. İndi fikir verin, mən bunu da açsam necə olur? AC üstə gəl BC. Baxıram ki, burada AD çıx BC var. Onda mən BC'ni keçirirəm digər tərəfə. Üstə gəliydi, digər tərəfə keçəndə çıxılsın olacaq. AD çıx BC bərabərdir AC-yə. Onda mən AD çıx BC-nin əvəzinə nə yazacağım? A vur C. 3 vurulsun AC, bölünsün, 2 vurulsun AC. AC-lər getdi, üstə gəl 4. 1 tam onda 5, üstə gəl 4, bu da 5 onda 5'dir. Cavabımız 5 onda 5. İndi baxırıq 66-cı suala. 66-cı sualın şəkli 65-lə eynidir. Onda yenə tənasübüm eynidir. Bax, burada yazdığım tənasüb 66'ya da aiddir. Buradan yenə çarpaz vuranda nə alınır? AD, A üstə gəl B vurulsun C-yə bərabərdir. Yəni AC üstə gəl BC. İndi verilən ifadəni sadələşdirək. Deməli, ortaq məxrəci yenə 2C vur A. Burada A'ya vurdum. Burada C'ye vurdum. 5AD çıx 5BC. Deməli, üstə gəlinsin 6. Bərabərdir. 5'i ortaq vuruq kimi çıxartsam, AD çıx BC bölünsün 2AC. Üstə gəl 6. AD çıx BC lazımdır. BC'ni keçirirəm digər tərəfə. AD çıxılsın BC, A vur C'yə bərabərdir. 5AC böl 2AC, üstə gəl 6. AC-lər getdi. 2 onda 5 üstə gəl 6, cavabımız olur 8 onda 5. 67-ci sual. ABC və DY bucaqları oxşar olarsa, BC-nin YF-ə nisbətini tapın. Baxıram ki, yenə burada kongruent bucaqlarım var, oxşarlığı göstərib. BC böl YF istəyir. Gəlin belə yazaq. Məsələn, bucaq A-nın qarşısı nədir? A-dır, düzdür. A bölünsün. A'ya uyğun bucaq D'dir. D'nin qarşısı da B'dir. A böl B bərabərdir. Daha sonra bizə burada, məsələn, C'nin qarşısı A üstə gəl 4B'dir. A üstə gəl 4B bölünsün. C'ye uyğun F'dir. F'in də qarşısı 25A üstə gəl 25A üstə gəl B. Deməli, mənə BC bölünsün YF istəyir. BC böl YF. Hə, BC böl YF elə A böl B'dir də. A bölünsün B'ni istəyir. Elə bu nisbətin cavabını istəyir bizdən. Deməli, bu nisbətin cavabı bizdən nədir normalda? K-yə bərabər, düzdür? Yəni, oxşarlıq əmsalımız K-dır. İndi gəlin belə yazaq.
A böl B bərabər K'dır. Onda A nəyə bərabərdir? B vurulsun K. Bax, bu əvəzləməni gətirirəm, qoyuram burada yerinə. A'nın yerinə B vur K yazıram. Üstəgəl 4B. Bölünsün. 25A yazıb 25 vurulsun. A'nın yerinə BK yazıram. Üstəgəl B. Bərabər olmalıdır nəyə? Oxşarlıq əmsalına, yəni K'ya. Buradan ortaq vuruq kimi B'ni çıxartmaq olar. B vurulsun. K üstəgəl 4 bölünsün. B vurulsun. 25K üstəgəl 1. B'lər getdi ixtisar. Bərabər olmalıdır bəli K'ya, oxşarlıq əmsalına. İndi K'nın məxrəci 1'dir, yazılmayan çarpaz vururam. 25 K üstəgəl 1 vurulsun K. Bərabər olmalıdır K üstəgəl 4'ə. Buradan 25 K kvadrat üstəgəl K. K üstəgəl 4 olmalıdır. K'lar getdi. Qaldı 25K kvadratı 4. K kvadratı da 4 bölünsün 25. Buradan da K olacaq 2 bölünsün 5. Baxıram ki, məndən A böl B-ni istəyir. A böl B də K-ya bərabər. Cavabımız elə 0,4. Yəni 10'lu kəsə çevirdim sadəcə. 68-ci suala baxırıq. Bizdən istəyir BC bölünsün YF-i. BC A'dır, YF də B'dir. Yenə eyni qaydada A böl B-ni istəyir. Əla. Yenə oxşarlıq əmsalını tətbiq edirəm. Yəni nisbətlərimi. C'nin qarşısı A üstəgəl 16B'dir. Düzdür. Yazaq. A üstəgəl 16B. Bölünsün. C'yə uyğun bucaq F bucağıdır. F'in qarşısı 25A üstəgəl B'dir. Bərabərdir. Daha sonra A'nın qarşısı A'dır və A'ya uyğun D'dir. D'nin də qarşısı B'dir. Bərabər olmalıdır oxşarlıq əmsalına, yəni K'ya. Buradan yenə bayaq kimi baxıram birinci bura. A bölünsün B K'dır. Onda A da bərabər çarpaz vuranda B K'ya. Gətirirəm bu əvəzləməni, qoyuram yerinə. BK üstəgəl 16B bölünsün 25A üstəgəl, bir dəqiq, A'nın yerinə BK yazmadım. A'nın əvəzinə yazıram nə? BK. BK. Aha. BK üstəgəlsin B. Bərabər olmalıdır təbii ki də oxşarlıq əmsalı K'ya. Ortaq vuruq kimi B'ni çıxarıram mötərizənin kənarına. K üstəgəl 16 bölünsün. B vurulsun 25. K üstəgəl 1 bərabərdir K'ya. B'lər getdi. Çarpaz vuran zaman deməli 25 K üstəgəl 1 vurulsun K bərabərdir K üstəgəl 16. 25 K kvadrat üstəgəl K. K üstəgəl 16 olmalıdır. K'lar getdi. K'nın kvadratı da 16 böl 25'dir. Buradan da K bərabərdir 4 bölünsün 5'ə. Yəni 0,8. Məndən istədiyi A böl B'dir. A böl B'nin özü də nədir elə? K. Deməli cavabımız neymiş? 0,8. Bu günlük bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu tür videoların davamını gəlməyini istəyirsinizsə kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik.